Hörmətli izləyicilərimiz, biz Çağdaş Təhsil komandası olaraq yenə Azərbaycanımızın gözəl rayonlarından biri olan Samux rayonuna gəlmişik. Və ömrünü 40 ilini müəllim üçün fəaliyyət göstərən, ömrünü həsr eləyən, təhsilə həsr eləyən əməkdar müəllimin evinə qonaq gəlmişik. Müəllim, sizi xoş gördük. Xoş gördük, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirik. Müəllim, adınız, soyadınız? Həmzəyeva Almaya Abbas qızı. Və 40 ildir müəllim üçün fəaliyyət göstərirsiniz. Bu illərdə təbii ki, sizin uğurlarınız çox olub. Saymaqla qurtarmaz. Əməkdar müəllim adını nə vaxt almışsınız? 2023-cü ildə əməkdar müəllim adına layiq görülmüşəm. Ondan əvvəl də mən dəfələrlə şagirdlərim olimpiyadalarda, sonra inşa müsabiqələrinin qalibi olub, rayon təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşam, məktəb tərəfindən, rayon icra hakimiyyəti, yəni Azərbaycan Partiyası tərəfindən. Ən əsas mənim əsas məqsədim, əsas amalım odur ki, yaxşı şagirdlər yetişdirəm. Yəni yetişdirdiyim şagirdlər bugün özümlə eyni məktəbdə işləyənlər var, hüquqşünaslar, jurnalistlər, həkimlər, yəni bir çox iqtisadçılar, bir çox peşə sahibləri var. Ən əsas mən həmişə çalışmışam ki, xalqın müəllim olum. Mən həmişə demişəm ki, qoy məni el tərifləsin, el bəyənsin. Yəni özümü haqqında danışmaq mənə biraz qəribə gəlir mənə. Amma elə biz də müəllim, elə biz də sizin üçün müəllimin adını eşitmişik. Uzaqda olsa, yəni mən həmişə çalışmışam ki, şagirdlərim adımı ucalsın. Rayonda təmiz adımla, yaxşı müəllim kimi, qabaqcıl müəllim kimi tanınım, insanların hörmətini qazanım. Mənim üçün əsas budur. Biz də sizin üçün müəllimi tanıdığımızda çox şad olduq müəllim və sizlə fəxr edirik. Nəinki siz, bütün müəllimlərimizlə fəxr edirik. Əlbəttə ki, müəllim əməyi həm çətin peşədir, həm də şərəfli peşədir. Müəllim, sizin həyat yoldaşınız kim olub? Həyat yoldaşım hal-hazırda təqaüdçüdür, Həmzəyev Fazil. O da ziyalı şəxsdir. Yəni ailədə həmişə mənə dəstək olub ki, mən istədiklərimi eləyə bilmişəm, yəni müəllim kimi. Və hal-hazırda da müəllimliklə məşğulam. Siz hal-hazırda hansı məktəbdə müəllim üçün? Samux şəhər bir saylı məktəb liseydə dil ədəbiyyat müəllimi işləyirəm. Çox gözəl. Əlbəttə ki, bütün fənlərimiz maraqlıdır. Azərbaycan dil ədəbiyyat tam başqa cür maraqlıdır. Çünki bizim Azərbaycan dilimizin qrammatikasını, onun zənginliyini, daha şəxsiyyətlərimizi, Füzulimizi, Nizamimizi sizin üçün müəllimlərdən öyrənirik. Minnətdarıq sizə müəllim, təşəkkür edirik. Müəllim, bugünkü gündə bu Azərbaycan gənclərinə siz hansı tövsiyələr verərdiniz? Bilirsiniz, mən məktəbdə dərs deyirəm, həm şagirdləri görürəm, həm gəncləri görürəm. Mən həmişə çalışmışam ki, şagirdlərimə sevgi verəm. Bilik sevginin əsasında qurulur. Əgər sevgi yoxdursa, müəllim şagird arasında heç nədən danışmağına dəyməz. Gəncləri ən çox görmək istəyirəm ki, böyüyə hörmət eləsinlər. Sonra zəhmətkeş olsunlar. Bax belə, Azərbaycan gəncliyinə böyük ümidlərim var. Bugünkü gənclər də çox gözəl, bilikli, savadlı gənclərdir. Onlar bizdən də irəli gedirlər. Yaxşı müəllim odur ki, şagirdləri özündən irəlidə olsun. Mən də ən çox sevirəm, xoşlayıram ki, təhsil verdiyim, öyrətdiyim şagirdlərim həmişə öndə olsun, fəxr eləyirəm belə olanda. Və gənclərə də ən öndəsi, can sağlığı arzuluyuram, gözəl bilik, təmiz əxlaq arzuluyuram, bir də vətənsevər olsunlar. Çalışsınlar ki, bax, bizim üçün hər şey yaradan vətənimizə biz də layiqli işlər görək. Çox gözəl müəllim. Bəs sizin neçə övladınız var müəllim? 3 övladım var. Maşallah, onlar da ali təhsillidirlər. Bəli, böyük övladım iqtisadçıdır, hal-hazırda işləyir. Qızlarım, 2 qızım var. Biri kimya, biologiya müəllimidir, biri Azərbaycan dil ədəbiyyat. Onlar da özləri də savadlı, gözəl müəllimlərdir, fəxri fərmanlarla təltif olunublar. Yəni, bizim ailədə ziyalı ailəsiyik. Gələcək, kaş ki, nəvələrimiz də doğrulsa, lap yaxşı olar. Nəvəmin biri universitetdə oxuyur. Neçə nəvəniz var müəllim? 6 nəvəm var. Onlardan biri universitetdə oxuyur, o birisilər hələ məktəbdə oxuyurlar. Müəllim, mən sizin övladlarınıza da çox sağ ol deyirəm. Sizin kimi fədakar ananın və fədakar müəllimin əməyini yerə vurmayıblar. Çox sağ olsunlar ki, qiymətləndiriblər sizin əməyinizi. Sizə uğurlu nailiyyətlər arzu edirəm. Mən arzu edirəm ki, müəllim sizin 70 yaşınızda olsun, 100 yaşınızda olsa belə gözəl yubileylərinizdə sağlam ömrünüzlə yaşayasınız inşallah. Və Çağdaş Təhsil komandası olaraq gələk hər zaman sizin gözəl uğurlarınızı çəkib işıqlandıraq.
Minnətdarıq, çox sağ olun, təşəkkür edirik. Çox sağ olun, əziyyət çəkmisiniz. Mən də sizə təşəkkürümü bildirirəm. Düzdür, mən bir qədər təvazökarlıqdan uzaq hesab edirəm bunu, amma Bizim yəni borcumuz da sizin üçün müəllimlər yad eləyək. Məsələn, qiymət verirsiniz, dəyər verirsiniz, həmişə dəyərli olasınız. Minnətdarıq, təşəkkür edirəm Buyurun. müəllim, çox sağ olun. Çox sağ olun.